Üzeyir bəy Abdülhüseyn bəyoğlu Hacıbəyev, Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSR xalq artisti, 2-ci dərəcəli 2 Stalin mükafatı laureatı, Lenin ordeni kavaleri. Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, professor, Azərbaycan Konservatoriyasının rektoru, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri, 1-ci və 2-ci çağırış SSR Ali Sovetinin deputatı, 1938-ci ildən Sovet İKP-nin üzvü, Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir. Bəstəkar eyni zamanda Azərbaycanda və xaricdə bir çox tanınmış bəstəkar və musiqiçilərin pedaqoqu və müəllimi kimi də tanınır. Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və s. Maestronun tələbələrindən idilər. Üzeyir Hacıbəyev 5 sentyabr 1885 tarixində Ağcabəddə anadan olmuşdur. Bir neçə il sonra Şiə məzhəbinin Zaqafqaziya müsəlmanları ruhani idarəsi şəhadətnamə buraxdı ki, Şuşa şəhərinin sakini Üzeyir Hacıbəyev müsəlman təqvimi ilə 1302-ci il Zilhiccə ayının 7-ci günündə anadan olub. Lakin Üzeyir Hacıbəyev bu sənədi yalnız 1914-cü ildə Bakıda aldı. Atası Əbdülhüseyn Hacıbəyev kənd mirzəsi idi. Anası Şirinbəyim xanım Əliverdibəyovlar nəslindən gəlirdi. Üzeyrin qardaşı Ceyhun Hacıbəyli karyerasının ilk dövründə Dağıstanlı əcdadlarının şərəfinə DJ Dağıstani təxəllüsü ilə imza atırdı. Ümumilikdə ailədə 3 qardaş və 2 bacı var idi. Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçdü və Üzeyir məhz burada böyümüşdür. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşudbanu Natavanın şəxsi katibi idi, hansı ki bəstəkarın tərbiyəsində böyük təsiri olmuşdur. Üzeyrin anası Şirin Əliverdibəyova şairənin evində böyümüşdür. Bəstəkarın babası və Natavan isə süd bacı qardaşı idilər. Natavanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmaları Şuşanın məclislərinə yol açdı. Gənc yaşlarında muğam ifaçılığı dərsləri almış və Azərbaycan xalq musiqisi alətlərində çalmağı öyrənmişdir. Əbdülrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdı oğlunun 1897-ci ilə aid Leylinin qəbri üzərində Məcnun adlı teatr əsərində 13 yaşlı Üzeyir qoşma xorda oxuyurdu. Mədrəsə təhsilini və 2 illik Rus Tatar məktəbini bitirdikdən sonra 1899-1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında